Salamlar, sayğılar əziz dostlar. Bu cələsə sazın köhləməsinin namuzişinə başlayıram. Köhləməsin qəblən bir videoda tuner ilə amuziş vermişəm. İndi bu cələsə sazın köhləməsi beduni tuner istəyirik örgəşək. Sazımız mülahizə buyursaq köhdəyir. Bu sazı istəyirik bedun istifadə tuner köhləyək. Qəblən tuner ilə köhləməyi ürgəşmişik. Diqqət eləsəz sazda 3 quruh sim var. 9 dənə burada aşığı var. 3 dənəsi aşağı quruh simlərindir. Bu 2 dənə ilə bu 1 dənə. Bu 3 dənə də vəsət quruh simlərindir. Bu 3 dənə də üst quruh simlərindir. 3 gərək səslər həmsədə ola. Bir səs verə. Yəni 3 dənə altda varımızdır. Bir səs verə. 3 dənə ortada ya 2 dənə də ola bilər. Mənim sazımda baxsaz 2 dənə simdir orta sim. Bu 2 dənə də bir olmalıdır. Sonra üst quruh simlər ki üst simlərdir. Bu da 3 dənə olar ya 2 dənə də ola bilər ki mənim sazımda 2 dənədir. Bu 2 dənə də bir səs verməlidir. Mülahizə buyursunuz, bunların heç birisində düz deyil. Bir səs vermir, orta simlər bir səs deyil, üst simlər bir səs deyil. Əvvəliminci simimiz, yap əvvəliminci aşığa vəslidir buna. Bunu burduqca təqribən xilafı cəhəti əqrəbi saat burduqca bərkiyir. Həm cəhəti əqrəbi saat bursaq boşalır. Bu əvvəl simimizi biz bir həddə kimi bərkidəcəyik ki bu cür nə çox bərk olsun, sift olsun ki qırılsın, nə çox boş olsun ki səsi yaxşı çıxmasın. Mütənasib halətdə bərkidirik əvvəl simimizi. Əgər tunerdən istifadə eləsək,